Salam, hər vaxtınız xeyir. Mən Nura Akademi Tədris Mərkəzinin riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizinlə Nura Akademi Tədris Mərkəzinin hər zaman keçirdiyi kimi ə, ibtidai sinif müəllimləri üçün ümumi sınaq imtahanı onun riyaziyyat suallarının izahını təqdim eləyəcəm. Qeyd etmək istəyirəm ki, ilk 20 sual həm MİQ, həm də sertifikasiya imtahanına ə, hazırlaşan, yəni ki, həm MİQ, həm də sertifikasiya imtahanına iştirak edən, sınaq imtahanında iştirak edən müəllimlər üçün nəzərdə tutulub. Son 5 sual isə sırf sertifikasiya imtahanında hazırlaşan və həmin sınaqda iştirak edən müəllimlərdə öz əksini tapmışdı. Ə, Gəlin başlayaq birinci sualdan. Deyir, bir butulkanın 1/4 su ilə dolu ikən 300 qram, yarısı su ilə dolu olduğunda isə 520 qramdır. Boş butulkanın ağırlığı neçə qramdır? Deməli, bizə deyir ki, bir butulkanın 1/4 su ilə doludur. Bilirik ki, butulkanın kütləsi x götürsəm, suyun kütləsi y götürsəm və bizə nə deyir? Deyir, butulkanın 1/4 su ilə doludur. Yəni 1/4 y üstəgəlsin boş butulka x bərabər 300-ə. Daha sonra nə deyir? Deyir, yarısı su ilə dolu olandır. Yəni 2/1 y üstəgəlsin yenə də boş butulka bərabərdir 520-yə. Buradan ikisində də x-i tapa bilərəm. X-i tapanda nə baş verir? 300 çıx 1/4 y. Aşağıda da x bərabərdir 520 çıx 2/1 y. Deməli, bunları da bir-birinə bərabərləşdirərəm. 300 çıx 1/4 y bərabərdir 520 çıx 2/1 y. Deməli, 2/1 y-dən çıxaram 1/4 y-i. 520-dən də 300-ü çıxaram, eləyər 220. Hər tərəfi 4-ə vursam, 2/1-i götürüb 4-ə vursam, eləyər 2y çıx y bərabərdir 880-ə. Burada da y bərabərdir 880-ə. Onda y 880-dirsə, bizə boş, yəni butulkanın kütləsini istəyir, yəni x istəyir. 300-dən çıxacam 880-nin 1/4, yəni 220-ni. Bu da eləyəcək nə? 80 qram. Doğru cavabım olacaq 1-də C variantı. İkinci suala baxaq. Deyir, 7 qırmızı, 3 mavi və 12 yaşıl top olan bir torbadan çəkilən torbalardan, yəni toplardan ikisinin mütləq yaşıl olması üçün ən az nə qədər top çıxarmaq lazımdır? Məsələn, tutaq ki, torbada 7 dənə qırmızı, 3 dənə mavi, 12 dənə yaşıldır. Deməli, mütləq yaşıl olması üçün biz, məsələn, tutaq ki, 2 dənə topu əlimə atdım, çıxartdım. Elə birdən ikisi də elə, belə deyim, yaşıl oldu. Amma bunun olması ehtimalı çox azdır. Bizə amma deyir ki, mütləq də, yəni mütləq 100% 2 dənə yaşıl çıxma ehtimalı var. Hə, artıq 100% mütləq sözü işlədirsə, deməli bizdə belədir. Məsələn, mən 7 dənə qırmızı, 3 dənə mavi, 12 dənə yaşıl var. Mən tutaq ki, 7 dənə topu çıxarmışam. Amma burada hal-hazırda da yenə də bilmirəm. Mütləq şəkildə 2 yaşıl olması ehtimalı mütləq ola bilməz. Mən 7 dənə qırmızı topu çıxardaram. Əlavə olaraq 3 dənə mavi topu çıxardaram. Yəni 10 dənə top çıxartsam, 10 dənə topun içərisində, yəni tutaq ki, 7 dənəsi mavi çıxartdım, 3 dənəsi də qırmızı çıxartdım. Yerdə qalan 2 dənə topun mütləq yaşıl olması üçün əlavə 2 dənəsini də çıxardıram. Deməli 12 dənə top çıxarmaqla elə ən az 12 dənə top çıxarmalıyam ki, ikisi mütləq şəkildə yaşıl olsun. Bu tip məsələlərdə mütləq hansı rəngi istəyirsə, o rəngin qiymətinin üzərindən xətt çəkirik. Digər iki qiyməti toplayıb, üzərinə neçə dənə top çıxardacaqsa, həmin topun sayını gəlməyimiz kifayət eləyir. Doğru cavabım da olur C variantı. Daha sonra baxaq 3-cü suala. Deməli, deyir, bir dərzi 72 metrin kvadratı parçanın 1/4 ilə köynək, qalan parçanın 9/5 ilə şalvar və yerdə qalan parça ilə kostyum tikir. Deməli, bir dərzi 72 metrin kvadratı parçanın 1/4-nə köynək. 72-nin 1/4 hissəsi tapıram. 72-nin 1/4 hissəsi 18 metrin kvadratı eləyir. Deməli, buna köynək tikir. Köynək. Qalan parçanın 72-nin 18-i gedib, qalıb 54-ü. 54-ün də 9/5-i ilə 9/5-ə vururam. Bunun hər tərəfinə 6, 6 vururam 5-ə 30 metrin kvadratı ilə də şalvar tikib. Deməli, şal var.
Daha sonra deyir ki, və qalan parça ilə, yəni 54 dərsi qalmışdı, 19-da 5-i ilə şalvar tikibsə, deməli 54-dən də 30-u çıxıram, 24 metrin kvadratı ilə da deməli kostyum tikib, deməli kostyum. Aha. İndi bizə nə deyir? Gəlin görək bizə əlavə olaraq nə deyir? Deyir, bir köynəyi üçün 2 metrin kvadratı, bir şalvar üçün 3 metrin kvadratı, bir kostyum üçün 6 metrin kvadratı parça lazım olduğunu bilirəm. Deməli 18 metrin kvadratı köynək tikəcəksə, bir köynəyə 2 metrin kvadratı gedirsə, deməli 18 metrin kvadratını 2 metrin kvadratına bölsəm, deməli 9 dənə mən köynək əldə etmiş olaram. Eynilə 30 metrin kvadratını da bir şalvar üçün 3 metrin kvadratı lazımdırsa 10 dənə şalvar, eynilə 24 metrin kvadratı kostyum tikibsə, bir kostyum üçün 6 metrin kvadratı parça lazımdırsa, deməli 4 dənə də kostyum bundan yarana bilər. Bizə də deyir dərsi ümumi, yəni cəmi neçə dənə belə deyim, köynək, şalvar, kostyum bir yerdən neçə dənə hazırlamışdı. 9-un üstünə 10 gələrəm, 19, üstünə 4 gələrəm, 23. Doğru cavabım olar A variantı. Daha sonra 4-cü test tapşırığına baxaq. Deməli 4-də nə deyir? Deməli 4-cü test tapşırığında deyir ki, Pərvin bacısı Sevdaya daha 12 karandaş verərsə, hər ikisində karandaşların sayı bərabər olar. Bacılarda olan karandaşların fərqini tapın. Deməli, bizə Pərvin və bacısının karandaşlarına aid nəsə fikir söyləyir və burada da deyir ki, Pərvin bacısı Sevdaya daha 12 karandaş verərsə, məsələn, Pərvin Sevdaya 12 dənə karandaş verərsə, Pərvin karandaşlarının sayından 12 çıxıram, Sevdanın karandaşlarının sayına 12 gəlirəm. Hər ikisində karandaş sayı bərabər olar. Yəni bir-birinə bərabərdir. Onda Pərvinin karandaş sayı bu zaman nəyə bərabər olur? S üstəgəl 12, bu 12-yi keçirdirəm bu tərəfə. Üstəgəl 12. Yəni S üstəgəl 24 olur. Yəni ki, Pərvinin karandaş sayı Sevdanın karandaşına baxanda 24 ədəd çox olur və bizdən deyir ki, bacıların karandaş sayını fərqini tapın. Pərvin böyüksə, Pərvinin karandaşının sayından Sevdanınki çıxıram. S üstəgəl 24-dən S-i çıxıram, S-lər gedir, doğru cavab olur 24 karandaş. Doğru cavab 4-də B variantı. Daha sonra 5-ci test tapşırığına baxaq. Deyir ki, bir avtomobil A və A şəhərindən B şəhərinə 80 km/saat sürətlə gedərsə 3 saat tez, 60 km/saat sürətlə gedərsə 2 saat gec çatar. Yolun uzunluğunu tapın. Bilirəm A-dan B-yə getdiyi nə qədər sürətlə getsəm belə, dəyişməyən nədir? Məsafə heç zaman dəyişmir. Sürət dəyişsə də, zaman dəyişsə də A-la B şəhərləri arasındakı məsafə dəyişməyəcək. Onda birinciyə görə S bərabərdir. Birincinin sürəti 80 km/saatdır. Deməli, V1 bərabərdir 80 km/saat. Bu zaman T1-im nəyə bərabərdir? Deyir 3 saat tez. 3 saat tez nə deməkdir? Məsələn, tutaq ki, normalda x saata getməli idisə, 3 saat tez gedib. Yəni, x çıx 3 saata gedib. Daha sonra V2 bərabərdir 60 km/saata. Onda T2 nəyə bərabərdir? 2 saat gec çatıb. Elə bilin, məsələn, 5 saata getməlidir. 2 saat gec, 7 saata gec çatıb. X üstəgəl 2 saata gec çatıb. Bizə də yolun uzunluğunu tapın deyir. Biz də dedik ki, nə olur olsun, yollar arasındakı fərq, yəni ki, yolun uzunluğu dəyişmir. Yəni 80 vurulsun, x çıxılsın 3, bərabərdir 60 vurulsun, x üstəgəlsin 2-yə. Vurub açıram, yəni. Olur 80x çıx 240 bərabərdir. 60x üstəgəlsin 120-yə. 80x-dən çıxıram 60x-i bərabər olur. 120-nin üstünə 240 gəlim 360-a. Bu da 20x bərabərdir 360-a. X bərabərdir 18-ə. Deməli, yolun uzunluğunu istəyir bizdən. Yolun uzunluğu 18-in üstünə 2 gəlirəm. 20, 60-ı vururam. 20-yə 1200 kilometr. Doğru cavabım olur B variantı. Deməli, daha sonra deməli gəlin baxaq 6-cı test tapşırığına. Malik oxuduğu kitab səhifələrini aşağıdakı kimi qeyd edir. Birinci gün x səhifə oxuyub, ikinci gün birinci günün 2 mislindən 20 səhifə çox oxuyub. Yəni 2x üstəgəlsin 20 səhifə oxuyub. İkinci gün oxuduğundan 90 səhifə az isə üçüncü gün oxuyub. Yəni 2x üstəgəl 20 çıx 90 səhifə oxuyub. Deyir ki, Malik üçüncü gün birinci gündəkindən daha çox səhifə kitab oxuduğu, yəni ki, daha çox səhifə kitabı oxuduğuna görə, məsələn, üçüncü gün birincidən daha çox oxuyub. Yəni 2x üstəgəlsin 20 çıx 90-dan daha çox oxuyub. Böyükdür x-dan. Birinci gün x sayda oxuyub.
Bu bərabərsizliyi həll eləyəndə deyir 3 gün ərzində ən az neçə səhifə oxumuşdu. Buna görə də x-in ən kiçik qiyməti tapmalıyam. Yəni 2x-dan x çıxıram böyükdür 90 çıx 20-dən. Onda x böyükdür 70-dən. Ən az x-in də ən kiçik qiyməti 71-dir. Deməli onda birinci gün 1-i olur 71, ikinci gün deməli 2x üstə gəl 20, yəni 2-yi vururam 71-ə 142, üstünə 20 gəlim 162. Üçüncü gün isə olur deməli 2x, yəni deməli 71-i vururam 2-yə. Deməli, üstünə gəlirəm 20-ni 7, 162. Ondan da çıxıram 90-ı. Bu da eləyir 72. Bu 3 günü tapmaq üçün 71-in üstünə gəlirəm 162-nin üstünə də gəlirəm 72-ni. Cavab eləyir 305 səhifə. Doğru cavabım olur Y variantı 6-cı sualda. Daha sonra baxaq 7-ci test tapşırığına. Deməli, 7-ci test tapşırığında bizə deyilir ki, 3 eyni kvadratın köməyi ilə düzəldilmiş aşağıdakı fiqurda x-in qiymətini tapın. Baxın, kvadrat olanda bu tərəfi bir-birinə bərabərdir. A. Onda bura A-dırsa, burada A-dır, burada A-dır. Çünki 3 dənə eyni kvadratdır. Onda bu bərabər tərəfli üçbucaqdır. Biz də bilirik, bərabər tərəfli üçbucağın bir daxili bucağı 60 dərəcədir. Çünki üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Onda bu kvadratın da daxilisi burada 90, burada 90 dərəcədir. 90 dərəcə, burada 90 dərəcədir. İndi biz x-i tapmaq istəyirik. Deməli 90, 60, 90-dır. Burada x-dır. Və bilirəm ki, ümumi cəm 360 dərəcəyə bərabərdir. Yəni 90 dərəcə üstə gəl 60 dərəcə, üstə gəl 90 dərəcə, üstə gəl x bərabərdir 360 dərəcəyə. Onda burada 90, 90, 180, 60, 240 dərəcə üstə gəlsin x bərabərdir 360 dərəcəyə, x də bərabərdir 120 dərəcəyə. Çünki 360 dərəcəyə bərabər eləməyimizin səbəbi də bundan ibarətdir ki, çünki bu tam bucağa əmələ getirir. Tam bucaq da 360 dərəcəyə bərabərdir. Daha sonra baxaq 8-ci suala. Uzunluğu 200 metr olan qatar işıq dirəyinin yanından 4 saniyədə keçir. Həmin qatar eyni sürətlə 550 metrlik uzunluğundakı bir tuneli neçə saniyədə keçər? Əvvəlcə biz qatarın sürətini tapa bilərik. Çünki uzunluğu 200 metr olan qatar işıq dirəyinin yanından 4 saniyədə keçir. Əgər qatar tunel məsələlərini tam dərk edən müdavim bu sualı rahatlıqla işləyir. Necə? Çünki bilir ki, dirəyin yanından məsələn qatar keçirsə, əgər məsələn bu bir dirəkdir, qatar bura daxil olursa, qatar dirəyin yəni qatar bu məsələn bir qatardır. Məsələn tutaq ki, bu bir qatardır. Qatar dirəyin elə bilin qatarın ön hissəsi dirəkdən daxil olur. Ta ki axırıncı, yəni sonuncu vaqon çıxana qədər saniyə gedir. Artıq qatarın sonuncu vaqonu çıxdısa saniyə dayanır və 4 saniyə olur. Onda bu zaman qatar öz uzunluğu qədər yol getmiş olur. Ona görə 200-ü bölür 4-ə. Deməli qatarın öz sürəti 50 km/saatdır. Və deməli eyni ilə 550 metr 500 metr uzunluğundakı bir tuneli, əgər qatar tunelə daxil olursa, tutaq ki bu bir tuneldir, buradan da qatar tunelə daxil olur. Əgər tuneli keçər deyirsə, deməli o onu demək istəyir ki, tunelə daxil oldu. Axırıncı vaqon tuneli çıxandan sonra nə qədər saniyə keçər? Bu zaman qatarla tunelin uzunluqları cəmi tapılır. Çünki getdiyi yol S bərabərdir. Tunel üstə gəl qatara. Yəni 550 üstə gəlsin 200, o da bərabərdir 750-yə. Sürəti də 50-dirsə bölürəm 50-yə ki, çünki belə deyildi, yol 750, sürət də 50-dirsə bir-birinə bölərək biz zamanı tapa bilərik ki, neçə saniyə keçib. Deməli, burada kilometr böl saat yazmışam, burada metr böl saniyə olmalı idi. Çünki 200 metr 4 saniyə. Bir dəqiqə bunu düzəldim ki, bir səhvlik olmasın. 75-i də bölən 5-ə eləyir 15 saniyə. Doğru cavabım olur D variantı 8-ci test tapşırığında. 9-cu suala baxaq. Deyir, bu 4 rəqəmli ədədində, deməli, A və B-nin mərtəbə qiymətləri hasili 12.000-dir. Bilirik, mərtəbə qiyməti nədir? Məsələn, A-nın mərtəbə qiyməti o deməkdir ki, A yanında A olduğu kimi qalır. Mərtəbə vahidi deyəndə yerinə 1 yazırıq. Ondan sağda yerləşən ədədlərin sayı qədər 0 yazırıq. Mərtəbə qiyməti deyəndə isə bu zaman
ədədin özü qalır, yanında neçə də rəqəm varsa o qədər 0. A yanında 2 0. Burada da B yanında 1 0. A yanında 2 0-ı vururam B yanında 1 0-a bərabər olur nəyə? 12 1000-ə. 3 dənə 0 buradan silinir, 3 dənə də 0 buradan silinir. Yəni A vur B bərabərdir 12-yə. İndi AB hasili 12-dirsə, bizdə bu ədədin ən böyük qiyməti ilə ən kiçik qiyməti arasındakı fərqi istəyir. Biz də bilirik ki, A və B bir rəqəmli ədəd olmalıdır. Ya 4 3-dür, ya 2 6-dır. Bunu da bilirik ki, 4 3 olsa ən böyük qiyməti ala bilməz. Ən kiçik qiymət alması üçün, ən böyük qiymət alması üçün bir dəfə A-nın yerinə gətirib 6 qoyub, B-nin yerinə 2 qoyub 7623 alıram. Bir dəfə də 7, deməli A-nın yerinə 2 qoyub, B-nin yerinə 6 qoyub 7263 alıram. Və bu iki ədədin fərqini istəyirsə bizdən cavab eləyir 360. Doğru cavab olur 9-da A variantı. Daha sonra baxaq 10-cu test tapşırığına. Deməli, 10-cu test tapşırığında bizə deyir ki, Nuri Akademi Tədris Mərkəzində ibtidai sinif müəllimləri üçün keçirilən ümumi sınaq imtahanı 10-un izahını YouTube platforması üzərində izləmək istəyən Lamiyə müəllimə ümumilikdə 65 dəqiqəlik video izaha baxır. YouTube təxmini hər 5 dəqiqədən bir 10 saniyəlik kiçik reklamlar verdiyini nəzərə alsaq, Lamiyə müəllimə ümumilikdə neçə dəqiqə reklam izləmiş olacaq? Məsələn, Lamiyə müəllimə birinci başlayır. Belə deyim də, hər 5 dəqiqədən bir 10 saniyəlik reklam gəlmir. İlk 5 dəqiqə baxır. Yəni, ilk 5 dəqiqə baxır. Artıq ikinci 5 dəqiqəyə keçəndə, axı, belə deyək də, ikinci 5 dəqiqəyə keçəndə artıq o bir dənə reklama baxmış olur. Yəni, 10 saniyəlik reklam da əlavə olunur. Eyni ilə 3-cü 5 dəqiqəyə keçəndə, ikinci ilə 3-cü 5 dəqiqə arasında yenə də 10 saniyə bir reklam olur. Deməli, düzdür, 3 dəfə 5 dəqiqəlik videoya baxsa da, amma 2 dəfə 10 saniyəlik video, belə deyim də, reklama baxıb. Deməli, biz ümumilikdə 65 dəqiqədə, gəlin görək neçə dənə 5 dəqiqə var. 65-i bölük 5-i, deməli, 13 dənə 5 dəqiqədən ibarətdir 65. Deməli, bu 13 dənə nə olsun ki, məsələn, baxın, 3 dənə 5 dəqiqədən ibarət olsa da, 2 dəfə 10 saniyəlik reklama baxıb. Yəni, hər zaman belə deyim, baxdığı 5 dəqiqənin sayı 10 saniyəlik reklamın sayından bir vahid çox olur. Yəni, burada 13 almışamsa, baxın, 3 dənə 5 dəqiqədə, amma 2 dənə 10 saniyədir. Deməli, bir vahid çoxdur. Deməli, 13-dən çıxmalıyam 1-i. Deməli, 12, belə deyim, dəfə 10 saniyə, 10 saniyə, 10 saniyə reklama baxıb. 12-yi də vururam 10-a, çünki 10 saniyə daxil 120 saniyə eləyir. 120 saniyə dəqiqəyə keçirmək üçün 60-a bölürəm. Bu da eləyir 2 dəqiqə. Doğru cavabım olur 10-cu test tapşırığında A variantı. Deməli, daha sonra növbəti test tapşırığına baxaq, 11-ci suala. Deyir, Yusif və anasının yaşları ilə bağlı aşağıdakı məlumatlar verilir. 7 il öncə anasının yaşı Yusifin yaşının 14 qatı idi. 3 il sonra Yusifin yaşında olacaqdır. Deyir, 3 il sonra Yusif 12 yaşında olacaqdır. Deməli, əvvəlcə 7 il öncədən söhbət gedir. Bir yazıram indi. Bir də yazıram 3 il sonra. Baxın, əgər yaş məsələsində çətinlik çəkirsinizsə, bu şkalanı qurmağı məsləhət görürəm. Çünki daha keyfiyyətli olacaq. Bu Yusif olsun burada. Burada da anası olsun. Gəlin görək nə deyir. Deyir, 7 il öncə anasının yaşı Yusifin yaşının 14 qatı idi. Yəni, Yusifin x yaşı var idisə, anasının 14x yaşı var idi. Onda indi Yusifin x üstə gəl 7 yaşı varsa, anasının 14x üstə gəl 7 yaşı var. Düzdür? 3 il sonra Yusif 12 yaşında olacaq. 3 il sonra Yusif əslində x üstə gəl 10 yaşında olacaqdır. Və biz x üstə gəl 10 alacaqsa, çünki üstünə 3 gəlirəm axı, onda bu 12 yaşındadırsa, deməli, x-i neçədir? X 2-dir. Düzdür, x 2-dirsə, deməli, indi Yusifin 9 yaşı var. 7 il öncə Yusifin 2 yaşı var idi. Bizə də deyir ki, Yusifin anasının neçə yaşı var? Yəni, hal-hazırda indi Yusifin anasının neçə yaşı var? Yusifin anasının 7 il öncə 28 yaşı var. İndi isə 35 yaşı var. 3 il sonra isə 38 yaşı olacaq. Amma bizdə hal-hazırda indi neçə yaşı olduğunu soruşduğu üçün doğru cavabım 11-də olacaq 35 yaş, yəni A variantı. Daha sonra 12-ci suala baxaq. Rəşidə və Lalə basketbol topu almaq istəyirlər. Rəşidənin bu topu almaq üçün 3 manatı çatmır. Deməli, Rəşidə, Lalə və topun qiymətindən, yəni Rəşidə ilə Lalənin
belə deyək də, pulundan söhbət gedir, topun da qiymətindən söhbət gedir. Tutaq ki, belə deyək, top X manatadır. Deyir ki, Rəşidənin bu topu almaq üçün 3 manatı, Lalənin isə 7 manatı çatmır. Tutaq ki, Rəşidənin X manatı olan topu almaq üçün 7 manatı, 3 manatı çatmır. Lalənin isə 7 manatı çatmır. Yəni topdan 7 manat çıxırıq qiymətindən. Düzdür? Aha. Deyir Rəşidə və Lalə birlikdə, yəni birləşərlərsə, yəni birinin pulu x çıx 3-dür, birinin pulu x çıx 7-dir. Birləşib top almaq istəyərlərsə, 2 manat pulları artıq qalar. Elə bilin topun pulunu ödəyərlər, yəni x pulu, topun pulunu ödəyərlər, əlavə də 2 manat artıq qalar. Hə, indi bu tənliyi həll eləyəcəyik. X-ları bir tərəfə yığıram. X üstəgəl x, bu x-i keçirdəndə çıx x olur. Eyni ilə 2 üstəgəl 3 üstəgəl 7 olur. Deməli, onda x nəyə bərabər olur? 12. Deməli, topun qiyməti 12 manatdır. Rəşidənin 9 manat pulu var. Lalənin 5 manat pulu var. Cəmi 14 manat pul eləyir. Topu alanda da 12 manat verirlər. 2 manat daha artıq qalır. Lalənin nə qədər pulu var? Lalənin 5 manat pulu var. Doğru cavab 12-də D variantıdır. Daha sonra 13-cü test tapşırığına baxaq. Faiz məsələlərinə aid test tapşırığıdır. Deyir, ədədə özünün 60%-ni və 15 əlavə etdikdə 63 alınır. Deməli, tutaq ki, ədədim x-dır. X-in 60%-ni tapmaq üçün x-i 60-a vurub 100-ə bölürəm. Bu da edir 0.6x. Ədədin özü, yəni x-i və 0.6x üstəgəl 15 əlavə etdikdə 63 edir. 15-i keçirsəm bu tərəfə 1.6x bərabərdir. 63-dən çıxıram. Deməli, 15-i 63-dən də 15 çıxanda eləyir 48. Deməli, onda x də bərabərdir. 48-i bölsəm 1.6-ya eləyəcək 30. Bizə də deyir, bu ədədin, yəni 30-un rəqəmlərə hasilini tapın. 3-ün 3 vur 0, 0 eləyir. Doğru cavabım olur 13-də C variantı. 14-cü test tapşırığına baxaq. Deyir şəkildə iç-içə düzbucaqlı verilmişdir. Fiqurun rəngli hissəsinin sahəsi neçə santimetrin kvadratıdır? Ümumiyyətlə, gəlin əvvəlcə bu yekə düzbucaqlının, yəni böyük düzbucaqlının sahəsini tapaq. Ondan balaca düzbucaqlının sahəsi çıxsa, rənglənmiş hissənin sahəsini tapmış olacağıq. Böyük düzbucaqlının sahəsi eni 8, uzunluğu 12-dirsə, 12 vur 8, 96 santimetrin kvadratıdır və ya kvadrat santimetrdir, fərqi yoxdur. Kiçik düzbucaqlının sahəsi isə 4 vur 9, 36-ya bərabərdir. Biz yenə də deyirik. Deyirik ki, əgər bu rənglənmiş hissənin sahəsini istəyirlərsə, böyük üçbucağın sahəsindən kiçik üçbucağın sahəsini çıxmamız kifayətdir. Bu da eləyir 60. Doğru cavab olur 14-də Y variantı. 15-ci test tapşırığına baxaq. Ədədi A-ya bölsək, deməli, bir ədədi x-i A-ya bölsəm, natamam qismətdə 30, qalıqda isə 9 alınar. Bu ədədi 5-ə bölsək, natamam qismətlə qalığın cəmi neçə olar? Onda x-i deməli, tapmaq üçün bilirəm ki, bu zaman A-nı vururam 30-a, eləyir 30-a, üzərinə də qalıq gəlinir. Yəni 9 gəlinir. Bu ədədi 5-ə bölsəm, əgər bu ədəd 5-ə bölürəmsə, bu zaman 30A-nı ayrıca 5-ə bölürəm. 9-u ayrıca 5-ə bölürəm. 30A-nı 5-ə böləndə eləyir 6A. 9-u 5-ə böləndə, deməli, tam olaraq 1 düşür, qalır olaraq 4 qalır. Deməli, bu ədədin natamam qisməti 6A üstəgəl 1, qalığı isə 4-dür. Bunları da toplayıram. 6A üstəgəl 1, üstəgəl 4, eləyir 6A üstəgəl 5. Yəni, doğru cavabım olur Y variantı. 15-ci test tapşırığında doğru cavab olur Y variantı. 16-cı test tapşırığında kvadratın daxilində götürülmüş nöqtədən bütün tərəflərə qədər məsafələri bərabər olmaqla 4 santimetrdir. Deməli, məsələn, bir dənə nöqtə götürürəm, bütün tərəflərə baxın. Bunun sualın şərtini başa düşən artıq yazacaq. Baxın, bir nöqtə götürürəm, bütün tərəflərinə qədər olan məsafəsi 4-dür. Yəni, bu deməkdir ki, deməli, bu düz, belə deyək, kvadratın tərəfi 8-8-dir. İndi bunun sahəsi nə qədərdir? 8 vur 8, 64. Deyir, sahəsi bu kvadratın sahəsinə bərabər olan düzbucaqlının eni uzunluğunu, eni 4 santimetrdirsə, uzunluğu x-dirsə, onda sahə 64-dür. Bu da bərabərdir 4 vur x-ə, x də bərabərdir 16-ya. Deməli, uzunluğunu tapın, uzunluğu 16 santimetrdir. Doğru cavab olacaq D variantı 16-cı test tapşırığında. 17. Eyni gücdə B nəfər işçi gündə 4 saat işləyərək işi 6 gündə təhvil verir. Deməli, B nəfər işçi 4 saat işləyir və 6 gündə də
işi bitirir. Deyir, qrupdakı işçi sayını B nəfərdə artırıram. Gündə 4 saat işləyərək neçə gündə qurtarar? Deməli, B nəfər işçi 4 saat işləyir, 6 gündə təhvil verir. Onda deyir ki, B nəfərdə artırsam. B nəfər idi, B nəfərdə artırdım. Oldu 2B vur 4 vur x. Deməli, onda bu olur 24B bərabərdir 8B x-a. Bunları ixtisar aparsam x bərabərdir 3-ə. Deməli, 3 gündə bitirə bilərlər. Doğru cavabım olur 17-də B variantı. 18-ci test tapşırığına baxaq. Deyir, tamaşaçılar sıralara 12-12 otursalar 2 sıra boş qalar. 9-9 otursalar, bu zaman isə 6 nəfər ayaq üstə qalar. Bu zaman baxın, sıraların sayına bir x desəm, sıraların sayını x desəm, 12-12 otursalar 2 yer boş qalar, 2 sıra boş qalar. Artıq sıra boş qalıbsa, sıranın sayı x-dır da. Elə bilin, x-dan 2-ni çıxıram, vururam nəfər sayını. Neçə oturublar? 12 nəfər oturub, 12-12 oturublar. Daha sonra 9-9 otursalar isə 9 sıra elə bilin dolar, onda 9x. 6 nəfər də ayaq üstə qalar, 6 nəfər də artıq olar. Bunlar da bir-birinə bərabər olar. 12x çıx 24 bərabərdir 9x üstə gəl 6-ya. Onda 12x-dan 9x çıxaram 3x bərabərdir 30-a, x bərabərdir 10-a. Deməli 10 dənə sıra sayım 10 olar. Bunu getirib bura qoysam, bu olar 96 tamaşaçı. Deməli bizdən də nə istəyirdi? Bizdən də istəyir ki, deməli sıra sayı 10-dur. Neçə dənə tamaşaçı olar? 96 dənə tamaşaçı olar. Deməli 18-də doğru cavab olacaq A variantı. Bu yəni məsələ nümunəsi parta şagird məsələlərinə aiddir. Riyaziyyat Sənan Vəliyev YouTube kanalında da buna aid testləri izah eləmişəm. Daxil olub videoyu izləyin. Çünki önəmli bir məsələlərdən biridir. Videonu mütləq şəkildə izləyin ki, imtahanda qarşınıza çıxsa yaza biləsiniz. 19-cu test tapşırığına baxaq. Diaqramda müxtəlif düz xəttlər, deməli deyir, diaqramda müxtəlif düz xəttlər üzərində qeyd olunmuş nöqtələr və onlar əmələ gətirdiyi şüaların sayı haqqında məlumat verilmişdir. Yəni bu nə demək istəyir? 3 dənə düz xəttdir və 3 dənə düz xətt üzərində, məsələn, baxın, birinci düz xətt üzərində 2 dənə nöqtə qeyd olunub. Onda əmələ gələn şüanın sayı 4-dür. Düzdür? Baxın, niyə görə n-dir? Biz də bilirik ki, düz xətt üzərində n sayda nöqtə verilərsə, əmələ gələn şüaların sayı həmin sayın 2 mislinə bərabərdir. 2 dənə nöqtə verilərsə 4-ə, 3 dənə nöqtə verilərsə 3-ə uyğun 6, 4 dənə nöqtə verilərsə 8. Və bizə də indi nə deyir? Deyir, n-i vur m-ə, yəni 4-ü vur 8-i, üstünə də k-nı gəl, yəni 6-nı. 32-nin üstünə 6 gəlirəm, eləyir 38. Doğru cavab olur Y variantı. Bəzi müdavimlər bu suala çox qəribə yanaşırlar, amma həndəsə məsələlərinin ən ilkin anlayışlarından biridir bu. Yenə də deyirəm, bu mövzuda zəifliyi olan müdavimlər mütləq şəkildə Riyaziyyat Sənan Vəliyev YouTube kanalında dərinliyinə qədər həndəsə mövzusunun ilkin anlayışlarını, izahını təqdim eləmişəm. Mütləq şəkildə videoya izaha baxın. Daha sonra 20-ci test tapşırığına baxaq. Deyir, Kazım, deməli burada da oldu Y variantı 19-da. Deməli 20-ci suala baxaq. Deməli deyir ki, Kazım deyir ki, 4 kilo kartof, 10 kiloqram soğan və ya 8 kiloqram kartof, 7 kiloqram soğan almaq olur. Yəni Kazımın pulu, məsələn, Kazımın pulu nəyə bərabər olur? 4 kiloqram kartofa, kartof x-dır, məsələn, soğan da y-dir. 4 kiloqram 4x üstə gəl y-ə və ya 8x üstə gəl 7y-ə bərabər olur. Burada 10y-dir. Çünki 4 kilo kartof 4x, 10 kiloda soğan 10y eləyir. Məsələn, soğanın qiyməti y-dirsə, 10 kilosu 10y-dir. Kartofun kütləsi də, yəni kilosu da x-dırsa, onda belə deyək də, 4 kilosu 4x-dır. Eyni ilə 8x üstə gəl 7y. Bu ikisi də Kazımın pulunun ifadə vahididir. X-lər bir tərəfə, y-lər bir tərəfə keçirdik. 10y çıx 7y bərabərdir 8x çıx 4x-a. Onda bu bərabərdir 3y bərabərdir 4x-a.
3y4x-dırsa, baxın bizə deyir ki, Kazımın puluna neçə kiloqram soğan ala bilər? Baxın Kazımın pulu tutaq ki, 8x üstəgəl 7y-dir. Düzdür, 8x üstəgəl 7y. Bu 8x-i yaza bilərəm 2 vurulsun 4x üstəgəl 7y. Bu da nəyə bərabərdir? 2 vurulsun 3y üstəgəl 7y. 6y, 7y, 13y. Deməli 13y, yəni 13 kilo soğan ala bilər Kazım puluna. Doğru cavab olur C variantı 20-ci test tapşırığında. 21-ci test tapşırığından üzü 25-ə qədər sertifikasiya imtahanına hazırlaşan müdavimlərə düşüb. MİQ imtahanına hazırlaşan müdavimlər videoları saxlayıb bir-bir təkmilləşdirmə məqsədi ilə bu testləri də işləyə bilərlər. Deməli, eyni ilə baxın, ən əsas mövzulardan biri də tənliyidir. Deyir, bu tənliyin verilmiş bu tənlikdə tənliyin kökünün 2 mislindən 6 vahid böyük ədədi tapın. Deməli, bu bilirik ki, bir möhtərizə və möhtərizənin qarşısında bölmə varsa, bu birlikdə məhsuldur. Neçədən 8 çıxanda 16 eləyir? Bəli, 24-dən. Onda indi bunu da bu sualı veririk. Neçəni də bu möhtərizənin daxilini tapmaq üçün 120-yi neçəyə böləndə 24 eləyir? 5-ə. Deməli, 3x çıx 15 üstəgəl 29 böl 7 bərabərdir 5-ə. Onda bura neçə eləyir? Neçə 7-yə böləndə 5 eləyir? 35-ə. Neçənin üzərinə 29 gələndə 35 eləyir? 6-nın. Yəni 3x çıx 15 bərabərdir 6-ya. Onda 3x bərabərdir 21-ə, x bərabərdir 7-yə. Deməli, tənliyin kökü 7-dir. 7-nin 2 mislindən 6 vahid böyük. Yəni 2 vur 7 üstəgəl 6 bərabərdir 20-yə. Doğrudan da doğru cavab olur A variantı. Daha sonra baxaq 22-ci test tapşırığına. Deməli, hər tərəfi 14-ə bölsəm, burada 1, burada 3 qalar. Deməli, onda 3-də 1 bərabərdir 63-də S-yə. Buradan S-ni görürəm ki, S 21-ə bərabərdir. Eyni ilə bütün kəsirlər 3-də 1-ə bərabər olacaq. B bölünsün 24 bərabərdir 3-də 1-ə. Onda B bərabərdir 8-ə. 4 bölünsün A bərabərdir 3-də 1-ə. Onda A da bərabərdir 12-ə. A 12, B 8, C 21. Bizdən nə istəyir? Müqayisə S böyükdür A-dan, o da böyükdür B-dən. Doğru cavab olur A variantı. Müqayisə, rahat bir müqayisə sualıdır. 23. 65-in 13-də 6 hissəsini 75-in 5-də 2 hissəsinə böldükdə 65-in 13-də 6 hissəsi deyəndə ədədi 6-ya vurub 13-ə bölürük. Hər tərəfi 13-ə böləndə 1, buna da böləndə 5. 5-ə də vuram 6 eləyir 30. 75-in 5-də 2 hissəsi 75-i vururam 2-yə 150, bölən 5 eləyir 30. 30-u da 30-a böləndə neçə eləyir? 30-u 30-a böləndə 1. Doğru cavab olur 23-də də A variantı. 24-cü test tapşırığına baxaq. 2 natural ədədin fərqi 30, nisbəti isə 3-ün 8-ədir. Deməli, onda birinci ədəd 3K-dır, ikinci ədəd 8K-dır. Bunların fərqi, yəni 8K çıx 3K bərabərdir 30-a, 5K bərabərdir 30-a, K bərabərdir 6-ya. K 6-dırsa, deməli, birinci 18, ikinci 48-dir. Böyük ədəd tapın, böyük ədəd 48-dir. Bu da nisbət mövzusuna aid məsələlərdir. Yenə də deyirəm, əgər ki, kimsə nisbəti başa düşə bilmirsə, mütləq şəkildə mənim YouTube kanalımda nisbətə aid məsələlər başlığı altında nisbət məsələlərini izah eləmişəm. Nisbəti bilməyən müdavim kəsr məsələlərində də çətinlik çəkir. Yəni, bəzən müdavimlər gəlir, yaxınlaşır, deyir ki, ay müəllim, kəsr məsələlərini yaza bilmirəm. Niyə görə? Çünki nisbəti bilmirsiniz. Bazanız zəifdir. Mütləq şəkildə bazanı möhkəmləndirin. Daha sonra qalıqlı bölmə mövzusuna aid sonuncu test tapşırığına baxaq. Deməli, burada da deyir ki, bizə 15-ə böldükdə qalığı və natamam qisməti eyni olan ən böyük natural ədəd neçədir? Bir ədədə böldükdə qalığı və qisməti eyni olan ədədi tapmaq istəyiriksə, neçəyə bölmüşəmsə, ən böyüyü soruşursa, böldüyüm ədədi kvadratı yüksəldib 1 çıxıram. Yəni 15-in kvadratı 225, ondan da 1 çıxıram 224. Ən kiçik ədədi istəyirsə, 15-in üzərinə 1 gəlirəm 16. Deməli, ən böyüyü bizdən istədiyi üçün 224 Y variantı doğru cavabımız olmuş olacaq. Deməli, bugünlük bu qədər. İnşallah növbəti izah videolarında görüşənə qədər sağ olun, salamat qalın.